Salam xanımlar, hər vaxtınız xeyirli uğurlu olsun inşallah kanalıma və yeni vloquma xoş gəldiniz. Kətən hər şeyini hazırlamışam. Xəmiri də burada hazır. İndi bişirək. Kətələri bişirdim, çəkə bilmədim. 3 dənə də lavaş qaldı. Onu qoydum bişməyə. Bir dənəsi də qalıb. Onu da qoyaq pişsin. Belə, o da pişsin. Sonra buraları yığışdırıram. Hər gərək oranda tuz ranlayım. Hər yer batdı. Kətən göyərtiləri yapışıb nə deyəm qapılara. Hələ arada kətələr pişəndə 3-4 dəfə təmizləmişəm. Yenə gününə baxır. Qara qazan qara günə qaldı yenə. Feyxaları yudum, təmizlədim. Sonra belə ikiyə böldüm hamısını. Pesovum hazır, bankalar hazır. İndi bankaya doldurum. Bir də suları gözləyirəm qaynasın. Sonra bağlayım kompotları. Kompotdan sonra da hələ yenə işim var. Atım gilarını gətirib öz armudları öz məhəllərindən. İndi onları bir təmizləməliyəm. Birinci yumalıyam da doğrusu, sonra təmizləməliyəm, doğramalıyam. Sonra da qoymalıyam ki, pavirlər qaynasın. Yəni bu gün işim çoxdur. Hələ xəmir də tərs kimi 2 xəmir bir aradadır. Həm çörək xəmiri, həm də pirajki xəmiri. Yəni bu gün çox işimiz. 16 dənə normal banka, bir dənə də belə balaca keçib bankası. Kompotum oldu. Qalanı da mürəbbiyə edəcəm indi. Onu da göstərəcəm sizə. Bunların üstünü örtüm indi. İstiyə biraz daha da yumşalsın meyvələr. Soyandan sonra sizinlə birlikdə hara yığıram onu da göstərəcəm. Kompotdan sonra geriyə bu qədər qaldı mürəbbiyə üçün. Mənə də elə çox lazım deyildi. Bir kilo nəzərdə tutmuşdum ki, mürəbbiyə yeyərəm. Yenə yarım kilo artıqdır. Bunu da eləyim, indi sizinlə bölüşəcəm. İlk dəfə də onu deyim ki, feyxo mürəbbiyəsi eləyirəm. Necə dediyini bilmirəm. İnşallah yaxşı alınır. İndi mən onu da eləyim, sizə göstərəcəm. Çörəkləri kündələmişəm, kündünə gəlsin. Ona qədər mən də burada pirajkiləri hazırlayım. Bu qədər kündə çıxdı. Duxovkanı da qoşmuşam isinsin. Sonra pirajkiləri qoyum pişsin. Biraz axşam yeməyimiz gecikdi. Axşam yeməyimiz pirajki deyil, başqa heç nə hazırlamamışam. Feyxoya görə gecikdim. Feyxonun da hələ ki qalanını hazırlamamışam. Qoydum bura. İndi pirajkiləri qoyum pişsin. O pişdiyi müddətdə mən də mürəbbəni hazırlayacağam. Ardınca da armudları soyum, hazırlayım. Artıq qaranlıqdır çöl. Bir badımca hazırdır. İndi bunu qoyuram pişsin. Paltarlar da güdüklərdə gələk indi axşam. Uşaqlar yatan kimi mən gedim paltarları sarım. Gecə ikinci badımcımıza. Bunları da belə elədim bulka kimi. Fərqli olsun uşaqlara. Onlar da pişmək üzrədir artıq. Qızlar, mən bu tufovkanın şüşəsini silməkdən yoruldum. Bir dənə şüşədəki bu ləkələri görürsünüz, qaraları içəridən. Yəni mən tufovkada yemək pişirən deyiləm. Toyuq pişmir, ət pişmir, amma ki ancaq çörək şirniyyat yenə də belə ləkələr olur. Biraz da qızarsın, ağlar yaxşı gelir. Bunu da qoyum aşağı. Ben yanım sonra da yadıma düşür. Hum ne? Hum ne? Hum ne? Hum ne? Hum ne? Mürəbbəm də hazırdır. Mən bankalara yığmaq istəyirdim. Hətta mürəbbəni qaçıq qaba qoymuşdum, qırmızı və yenə. Bu gördüyünüz qaba. Sonra anam dedi ki, bunu 1-2 gün saxlamaq lazımdır. Soyuducuda sonra yığarsan. Ona görə mən də tökdüm belə şirəli bir qaba. İndi ağzında örtüyüb qoyacağım soyuducuya. 1-2 gün dedi arada belə çıxar, qarışdır. Sonra təzədən qoy yenə, sonra yığarsan bankalara. İndi mən də bunu aparım qoyum soyuducuya. Bu arada çörəyi də qoymuşam pişməyə. Bir də ona da baxın. Çörəkləri də bişirdim. Amma armudu eləyə bilməyəcəm çünki gecdir, artıq saat 12-dir. Sabah Timuru həkimə aparmalıyıq. Yəqin ki deməmişəm sizə keçən vloglarda. Timur yıxıldı, qolunu çıxartdı, qolu çıxmışdı, sol qolu dirsəyindən. Apardıq, həkim saldı, amma rentgenə apara bilməmişdik. İndi sabah onu rentgenə aparacaq. İnşallah ki çat filan heç bir şey olmaz. Uşağı aparaq gələk evə, daha sonra pavildanı bişirəcəm. Armud pavildasını yəni bişirəndə sizinlə birlikdə göstərəcəm inşallah. Qabları da yuyub yığmışam ora. İndi birazdan yerinə yığıram. Hələ ki badmuzları qoyum. Sabah da içində təmizdir. Çörəyin bir balaca yapışdı. Yağlamışdım əslində, amma niyə yapışdı heç özüm də bilmədim.
İndi uşaqları aparırıq rentgenə. Uşaqları niyə deyirəm? Çünki Türkiyədə yıxıldı, baş barmağını, sağ əlinin baş barmağını incitdi. Çox ağrıyır deyə qorxduq, tərpətmədi. İndi onu da ikisini də birlikdə rentgenə salacağıq. Qızlar, bu arada bu ətri o qədər çox sevirəm ki, çöldə ətri vuran biri deyiləm, amma ki, yəni ətri yanından ayırmıram. Arada bir çantamdan çıxardıb ətrin qoxusuna baxır, qoyuram yerinə. Yəni bu dərəcədə bir ətrə aşiq olmuşam. Növbədə gözləyənlər həddindən artıq çox idi. Ona görə biz də öz növbəmizi gözləyirik. Bizdən əvvəl artıq bir nəfər qalıb, o da çıxsın, biz girəcəyik. İnşallah ki, yaxşı xəbərlər alarıq. Artıq xəstəxanadan çıxdıq, gedirik parka. Bu arada nə Timurun qolunda, nə də Türkərin barmağında düşündüyümüz kimi bir şey yoxdur. Çox şükür olsun. Biraz parkda uşaqlar əylənsinlər. Yoldaşım da evə bir-iki şey lazımdır. Marketlər onları tez alsın. Qayıdırıq evə. Bayağı. Bize geri bakınca şöyle çıktık orada şaka. İstemiyorum. Oradan yıkıldım. Oy, ana ben kustum. O korkuldu. O vermişti. Kızı kız kızı 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 kız kızı 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 kız kızı 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 kız kızı 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 kız. Yenə də deyir ki, hələ düzəltməyiblər. Yəni hər dəfəsində gəlir bura, görür ki, bura düzəlməyib, həmişəki qaydadadır. Çox üzülərək geri qayıdır. Burada da mənə təsəlli verir ki, düzələndə ikimiz bir minərik bu qazların içinə. Gəl. Başkasını düzeltsinler, içine bu gazlar götürüp koysunlar, su doldursunlar. Ne olur ana? Hə, Bak oradan yenisini düzeltirler. düzəldərlər inşallah. Yeniden eğlenirler. İnşallah düzəldərlər, əylənərsiniz. Qabina sizin İçine indirərlər. içine çok gaz. Orada işlemeyenin gazlarını ana işleyen düzelttiğinde takarır. Ben aydın Asya'da kurulasam da kısmım. Gidip ben de gelmiştim ana. Nerede? Uzatıldım. Yol üstü bacım gilə döndük. Biraz balaca incimi oynatdım. Uşaqlar da məndən küsürlər ki, sən onu bizim yanımıza qoymursan.
Ne böyle? Ben yapmışım. Ya sen yok yok git. Bir bakın oradan. Yok kadın yok. Babam zaten. Bana sonra ne çeker? 10. Yok ya ondan daha 9'dan daha sonra. Yaz. Yaz. Evet her yerine yapı gideceğim. Çok Qızlar, güllərimi yumuşdum. 1-2-3 gün idi çöldəydi. Yığdım evə ki, hava soyuqdur. Güllər tökülüb, onda qəşəng qırmızı güllər var idi. Gedim o birisiləri də sulayaq indi. Ve Bu gülləri mətbəxdə saxlamaq istərdim, çünki üstü dolu tumurcuqlu istəyirəm gözümün önündə olsun açanda. İlk dəfədir bu qədər hatırlayam ki, bircə dənə çiçəyi var idi başında. Bunlar da mənim ağaçlarım, qızlar. Biri avokado, xurma və yanında da balaca bir boz ağacı. Qızlar, nəhayət ki, mən bu armudun pavidasını bişirə bildim. Biraz qalıb, biraz da suyu çəkilsin, götürəcəm. Biraz dediyim hələ bir xeyli var da, yəni bir saat falan astaxodda qaynamalıdır. Altını qaldıran kimi özünüz bilirsiniz də. O dəqiqə dibi tutur, yanır. Şükür ki, dibi tutmayıb. Biraz indi altını qaldırıb yanında duracam, tez-tez qarışdıra suyu çəkilsin, sonra yenə astaxodda tam suyu çəkilib, bərkiyənə qədər. Hələ rəngi də tündləşməyib, belə açıq rəngdədir. Bu qədər feyxa mürəbbəm alındı, bu qədər də armud pavidası. İnşallah ağızda dinə yeyərik. Meyvə presinə oxşuyur. Kompotun dadını çox da sevmədim, feyxa kompotunu. Əslində feyxanın özünü də o qədər çox sevmirəm. Sadəcə faydalı olduğu üçün istəyirəm uşaqlarım indidən öyrənsin buna. Çox şükür ki, sevdilər. Kompotunun artıq birini açmışam bugün. İçdilər. Belə balaca bankaya, kompot bankasına bağlamışdım. Hardasa 250-300 qram mənə elə gəlir ki, elə tutur bu banka. Amma sevdilər. İçiblər, dibində bu qalıb. Sirmənin içərisində olan məhsullarımı boşaltmışam. Hamısı burada termon qabağındadır. Yəni bütün məhsullarım bu qədərdir. Bu qutunun içərisindəkilər ətirlərdir. Yeni gələn məhsullarımı da yerləşdirməmişəm. İnşallah sizinlə birlikdə onu da yerləşdirəcəyik. Gətirin bunun içərisindəki bunları da çıxarıb buranı siləcəm. Daha sonra sizinlə birlikdə yerləşdirək. Bu mənim maskalarımdır qızlar. Əslində bunların çoxunu istifadə etmişəm və istifadə etməliydim, amma başım çox qarışıb həm ev işlərinə, həm də işimə o qədər çox yönəlmişəm ki, istəyirəm ancaq tez bir zamanda məqsədimə çatım. Ona görə özümə belə doğru düzgün vaxt ayıra bilmirəm, amma yaxın vaxtlarda inşallah sizinlə birlikdə belə üz maskaları eləyəcəm və sizinlə birlikdə videolar paylaşacağam. Ən son sifariş etdiyim maskam budur. Çox xoşuma gəlir qablaşması da və Faberlic'in bu seriyası ICO seriyasıdır. Yəni hər birinizə tövsiyə edirəm qızlar, çox gözəl maskalardır. Üzdə allergik reaksiyalar yaratmır. Hər dəri tipi üçün uyğundur. Səhv etmirəmsə bu ICO seriyası 15 yaşdan yuxarı hər kəs üçün uyğundur. İndi başlayıram mən bunları yerbəyer etməyə. Görürsüz mənim necə gözəl orqanizerlərim var. Əminəm ki, heç kəsdə bunlardan yoxdur. İndi mən məhsullarımı yığım. Bunların içərisində balzam da var, dodaq boyası da var, qələmlər də var. Bir dənə bu qələm xaric, bütün məhsullarımın hər biri Faberlic'dəndir. Bu isə mənə xatirədir, ona görə ata bilmirəm, qıymıram. Sözün düzü istifadə də etmirəm. Baxın belə. Başlayaq indi toplamağa. Bunları düzənləyim indi. Tripod olmadığı üçün tək əlimlə belə etmək çox çətindir. Bunları düzənləyim gəlirəm. Maskaları belə düzənlədim. İndi bura qoyacağam. Hər zamanki kimi, yəni düzənli pozulanda özümü çox narahat hiss edirəm. Necə, yəni hər şeyi hər dəfəsində eyni yerə qoymalıyam. O qədər öyrəşmişəm ki, artıq buna. Yəni bura məsələn maskanı yox başqa şeyə qoysam, artıq mənə çox qəribə gəlir. Çox alışmışam buna, yəni. İndi başlayaq.
Sularımı yerbəyer etdim və hər biri çox ürəyimcə oldu. İnşallah burada olan bu boşluqları da dolduracağam. Xanımlar məni başa düşdünüz. Məni sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma dəstək olmaq üçün like atmağı, abunə olmağı və şərhlərdə fikrinizi bildirməyi unutmayın. Hələlik.